Salam, sabahınız xeyir olsun dəyərli Space TV izləyiciləri. Yeni gündə, yeni xəbərlərlə, yeni məlumatlarla yenidən qarşınızdayıq. İş həftəsinin ilk iş günüdür. Bugün təqvim 15 dekabrı göstərir. Çox önəmli xəbərlərimiz olacaq. Yeni də sizə dəyərli izləyicilərimiz və çox önəmli məlumatlarımız olacaq. Odur ki, nazına çox düz 2 saat ərzində vaxtımız var və bu vaxt çərçivəsində bizi izləsəniz çox mətləblərdən xəbərdar ola biləcəksiniz. Əvvəlcə qısaca anonsları adətimizə, ənənəmizə uyğun olaraq sizin diqqətinizə çatdırmaq istəyirəm. Bugünkü proqramımızda nələrdən xəbər tutacaqsınız? Qısaca sizə bəzi təqdim eləyəcəyimiz xəbərlərin anonsunu qeyd edeyim. Bugün Bakıda leysan yağacaq, ardından isə güclü külək olacaq, sarı xəbərdarlıq olundu, dəyərli izləyicilərimiz. Birləşmiş Ştatlar Konqresdə 907-ci düzəlişi yenidən gündəmdədir. Bununla da bağlı xəbəri diqqətinizə çatdıracaq. Daha bir soydaşımız Rusiya-Ukrayna müharibəsində həyatını yitirdi. Polkovnik Şair Ramaldanovun ailəsi qəzaya uğradı, qızı dünyasını dəyişdi. Azərbaycanda fəhlə ifası ilə hər kəsi heyran qoydu. Möhtəşəm ifanı sizə də təqdim eləyəcəyik. Həkim ürəyi dayanan pasiyenti 45 dəqiqə sonra həyata qaytara bildi. Bununla da bağlı xəbəri diqqətinizə çatdıracaq. Çoxdur məlumatlarımız, çoxdur xəbərlərimiz və qaynar xəttimizə gələn şikayətlərlə bağlı xəbərləri də sizin, daha doğrusu bu şikayətləri də sizin diqqətinizə çatdıracaq. Beləliklə, vaxt itirmədən başlayaq. Bugün Bakıda leysan olacaq. Bununla bağlı xəbərləri verib Milli Hidrometeorologiya Xidməti. Belə ki, Bakıda və Abşeron yarımadasında leysan yağacağı gözlənilir. Dekabrın 15-də hava şəraitinin yağıntılı olacağı ilə bağlı xidmətdən verilən məlumatda bildirilir ki, gündüz yarımadanın bəzi yerlərində yağıntının qısa müddətli leysan xarakterli olacağı ehtimalı var. Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətinə bildirilib ki, dekabr ayının 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bakıda və Abşeron yarımadasında Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Neftçala, Salyan, Hacıqabul, Qobustanda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.7-13.9 saniyə metr təşkil eləyəcək. Birləşmiş Ştatlar Konqresində 907-ci düzəliş yenidən gündəmdədir. Belə ki, 907-ci düzəlişin tam ləğvi məsələsi gündəmə gəlib. Bu düzəlişin ləğvi iki ölkə arasında yeni bir mərhələnin başlanğıcı ola və əməkdaşlıq imkanlarını genişləndirə bilər. Bu günlərdə ABŞ Konqresində Azərbaycana yardım məhdudiyyətlərini ləğv etməklə bağlı qanun layihəsi təqdim edilib. Söhbət azadlığı müdafiə aktına bədnam 907-ci düzəlişdən gedir. O düzəliş ki, bu il Prezident Donald Trump tərəfindən bir illiyə dayandırılmışdı. Ancaq onun tamamilə ləğvi məsələsini parlament reallaşdıra bilər ki, bununla bağlı da artıq addımlar atılmaqdadır. Bəs bu təşəbbüs nə bədidir? Bu layihənin ləğv edilməsi Azərbaycan-ABŞ münasibətlərini necə təsirləndirə bilər sualı isə mövzunun əsas məqamlarındandır. Prezident İlham Əliyevin avqust ayında Vaşinqtona səfərindən sonra Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətlərində yeni bir pəncərə açılır və Azərbaycanla Amerika Birləşmiş Ştatlarının münasibətləri dərinləşdirməyə başladığı bir dövrdə 907-ci düzəliş kimi absurd bir qərarın olması əlbəttə ki, qəbul edilən olmazdı. Bu baxımdan da Amerika Birləşmiş Ştatlarında bu məsələ ilə bağlı atılan addımı tamamilə təqdir edilən bir hadisə kimi dəyərləndirmək olar. Beləliklə, 907-ci düzəlişin ləğvi təkcə hüquqi sənəd deyil, həm də Vaşinqtonun regiona və Azərbaycana münasibətində mümkün dəyişikliklərin göstəricisi kimi qəbul edilməlidir. Prosesin hansı mərhələyə çatacağını isə qarşıdakı müzakirələr və siyasi qərarlar müəyyən edəcək. Bətore Nəbiyeva, Space.
Paytaxtın Xətai rayonunda köhnə və qəzalı evlərin söküntüsü davam eləyir. Ağşəhər layihəsini əhatə eləyən küçələrdə də fərdi evlərin söküntüsü aparılır. Lakin evlərin sökülməsini istəməyən bəzi vətəndaşlar onlara təklif olunan kompensasiya məbləği ilə razı deyirlər. Əməkdaşımız Rəşad Vəkiloğlu sözü gedən ərazidə vətəndaşların şikayətlərini dinləyib izləyək. Evimiz deməli sənəddə 114 kvadratdır. Ancaq ki onlar gəlib, icra nümayəndələri gəlib hesablayırlar, 96 kvadrat çıxarırlar. Belə bu da bizə sərf eləmir, 1250 manatdan bizə şey deyiblər də, deyiblər. Bizə də o bazar iqtisadiyyatına, bu qiymətlərin, bu cür evlərin bağlaşmasına heç cür uyğun gəlmir. Xətai rayonu Süleyman Vəzirov 49 ünvanında fərdi evlərin söküntüsü davam edir. Məqsəd şəhərin ümumi görünüşünə xələl gətirən köhnə və qəzalı evlərin yeniləri ilə əvəzlənməsidir. Lakin ərazidə söküntü xeyli müddətli gecikir. Səbəb isə bəzi sakinlərin evlərinin sökülməsinə razı olmamasıdır. İlkin mərhələdə evlərin ölçülməsi komissiya tərəfindən həyata keçirilsə də, razılaşmayan ailələrin evlərinin kvadratı yenidən hesablanıb. Layihə əsasında ümumilikdə bu ərazidə 106 evin sökülməsi nəzərdə tutulur ki, elə 2 il ərzində bu evlərdən yalnız 54-ün sahibi ilə razılıq əldə olunub və onlara kvadrata görə 1250-1500 aralığında ödəniş həyata keçirilib. Lakin yerdə qalan sakinlər öz evlərinin sökülməsinə razı deyirlər. Səbəb olaraq isə evlərinin kvadratının düzgün hesablanmadığını bildirirlər. Sakinlərin köçürülməsi və söküntü başa çatdıqdan sonra sözgedən ünvanda yaşayış binaları, park və yaşayış obyektlərin tikintisinə başlanılacaq. Buna görə də razılaşmayan sakinlər icra hakimiyyətindən pul deyil, hazır mənzil istəyir. 100 kvadratlıq evə deyir 55 kvadratdır. Halbuki yəni ki sənəddə pul versinlər. Heç olmasa biz istəyərdik ki, elə 4000 kvadratı satmır Novostroykada. Burada da versin də ölü 4000'e versin. Bizə heç cürə sərf eləmir. Dəfələrlə icra hakimiyyətində olmuşuq. Bu qiymətə görə biz razı deyilik. Heç olmasa bizə ən azından ev versinlər. Tikdikləri ərazidə ev versinlər, biz evlə razılaşırıq. Bu yəni bu plan Bakının hər bir yerində də var. Bizə qəti bunu qəbul eləmirlər. İstədiyimi almasam nəyə çıxıram ki, mən geyib özümə ev ala bilmirəmsə, nəyə verirəm bunu kiməsə? Bəzi sakinlər isə kompensasiya məbləğinin kvadrata görə dəyişdiyini iddia edir. Kvadrata nə qədər pul? 1250'den artıq vermirlər. 100 Heç olmasa bir 3000'den versin gedir. 45 kvadratı gətirib 35'e çıxardırlar ki, yəni biz düz ölçürük. Xətai rayon icra hakimiyyətindən verilən məlumata görə sözgedən ərazi üzrə təyin olunmuş kompensasiyanın məbləği ərazi üzrə bazar qiymətləri ilə tənzimlənib. Ərazi müvafiq şirkət tərəfindən qiymətləndirmə şirkət tərəfində qiymətləndirilir, təhlil aparılır və onun qiymətləri kvadrat metrəsi üçün qiymətlər qoyulandan sonra yəni onun söküntü işlərinə başlanılır. Vətəndaş həqiqətən də tam şəkildə narazıdırsa, yəni bizim təqdim olunan vəsaiti istəmirsə, narazıdırsa, məhkəməyə müraciət edə bilər və bəzən də belə bir məsələlər də olur. İcra hakimiyyətindən o da bildirildi ki, razılığa gəlməyən sakinlərlə hazırda danışıqlar davam etdirilir. Deməli, 45 kvadratı 35'ə, 1000 kvadratı 100 kvadratı daha doğrusu 55'ə, 115 kvadratı 95'ə hesaplayırlar və gördüyünüz kimi şikayətçilər deyirlər ki, bizim evin kvadratını bilərəkdən azaldırlar. Deməli, onların öz hesablamaları ilə, məsələn, mənzilləri 100 kvadrat metrdirsə, necəsə olur, aidiyyatı qurum, məsələn, indi orada tikintinə aparan, belə deyək də, bir Z şirkəti və yaxud da ki, X şirkəti, hər kimdirsə, onlar gəlib hesaplayırlar və kifayət qədər də aşağı çıxır onların hesablamaları ilə. Və orada şikayətçilər söyləyirlər ki, özləri kvadratını 4000'dən satırlarsa, bizə də o zaman 4000'dən versinlər. Bu heç də real görünmür. Nəyə görə? Çünki onlar 4000'dən sizə o məbləği versələr, nəticə itibarilə özləri heç nə qazanmayacaqlar. Tikəcəkləri yeni hündür mərtəbəli binanın satışından. Bu bir mənalı şəkildə, çünki hər kəs nəyisə tikirsə və yaxud da ki, nəyinsə satışını həyata keçirirsə, o həmişə məbləği daha yüksək qoymağa cəhd eləyir ki, heç olmasa çəkdiyi xərcin tamını da olmasa yarısını
qazanc kimi əldə edə bilsin. Bu məsələdə yəni heç kim sizə nə 3000, nə də ki 4000 pul verməyəcək. Bəzi insanlar orada çıxmırlar ki, bu məbləği versinlər, ondan sonra çıxaq. Evlərin bahalılığı məsələsinə qalanda, bəli, mənzillər həqiqətən də bahadır. Orta statistik Azərbaycanlının gücü çatmayacaq məbləğdədir. Ona görə də insanlar 25 illik kredit götürmək məcburiyyətindədirlər. İpoteka kreditləri və 25 il aldıqları evə bəziləri 600 manat, bəziləri 1000-in üzərində, bəziləri 800 manat, yəni müxtəlif məbləğlər ödəyirlər. İndi 25 il Allah həmin o adama ömür verəcəkmi, verməyəcəkmi bunu heç kim bilmir, amma hamı istəyir ki, bir mənalı şəkildə özünün başını salacağı bir yuvası olsun. Amma burada kvadratların düzgün hesablanmaması məsələsinə qalanda, əgər 100 kvadrat 55 kvadratdan hesablanırsa, yəni yarı-yarı bu ərazinin daha kiçik kvadratda qeydə alınmasıdır ki, bəli, nə hansısa bir kitaba sığır bu, nə hansısa bir dəftərə sığır, nə də ki, hansısa bir hesablama qaydasına sığır. Yəqin ki, aidiyyatı insanlar kim ki gəlir orada ərazidə bu ölçmə işlərini aparırlar, onlar bir daha yenidən gəlib o ərazinin dəyərləndirilməsini həyata keçirəcəklər. Çünki insanları bu məsələdə anlamaq lazımdır. Yenə də deyirəm, hamı istəyir ki, məsələn, evini uçurdurlarsa, hardasa gəlib ev ala bilsin, hardasa onun evi olsun. Villası olmasa da, amma heç olmasa bir 2-3 otaqlı evi olsun. Yox, siz həm kvadratı az hesablayırsınız, həm də məbləği az verirsiniz və bir də deyirsiniz ki, hə, bu ərazidən çıxın. Bu, yenə də dediyim kimi, yəni heç bir kriteriyalara sığmır. Bir də ki, tikilən yeni hündür mərtəbəli binalarda evlərin verilməsi məsələsi çox MTK rəhbərləri var ki, bu şəkildə razılaşır insanlarla ki, gəlirik, həmin bu ərazidə biz ev tikirik və sizə də evinizin kvadratına bir qədər də artıq kvadratda mənzillər veririk və təmin edirik. İndi bilmirəm, valla burada o tikinti, söküntü işlərini həyata keçirən hansı şirkətdirsə, o niyəsə bu məqamla razılaşmır ki, ev də vermirəm, üstəlik evini də az hesablayıram, pulu da az verirəm, get bir tər də, belə deyə, başının çarəsinə bax. Amma belə yanaşmaq olmaz insanlara. Dəyərli izləyicilərimiz, bir neçə gün paytaxt Bakıda, Abşeron yarımadasında, eyni zamanda da deməli digər Azərbaycanın bölgələrində küləkli və yağıntılı hava şəraiti hökm sürdü. İstəyirəm ki, bu balaca yolkamızı biraz arxaya çəkim ki, o plandan rahat görülsün. Və həm də ki, güclü külək müşahidə olundu və güclü küləyin yaşatdığı fəsadlar da az olmadı. 1 deyil, 2 deyil, 3 deyil, bir neçə ağac güclü külək nəticəsində, daha doğrusu bir neçə maşın güclü külək nəticəsində aşan ağacın altında qaldı. İzləyək. Buna bax, indi elə belə heç nədən açdı. Açdı maşının üstünə, ağacın altında maşın saxlamayın dostlar. Buna bax, qupquru ağacı, promo durduq yeri açdı. Bu da aşamağa ehtimalı var. Bu maşınların ağacların altında maşın saxlamıyor. Buna bax düşdü. Onu da əzdi biraz hələ. Bundan başqa da sosial şəbəkələrdə bir neçə görüntülər yayılıb ki, orada da boy-boy dayanan maşınların üzərinə ağac aşıb və nəticə itibarilə maşınlara ziyan dəyib. İndi burada kompensasiya ödənilməsi məsələsində hansı qurum kompensasiyanı ödəyəcək? Ümumiyyətlə kompensasiya ödəniləcəkmi? Ağac qurudursa, təbii ki, onu vaxtında kəsmək lazım idi və yaxud da ki, budamaq lazım idi. Quru ağacı budamağın heç bir mənası yoxdur, yəni o bir mənalı şəkildə kəsilməlidir. Amma ki, yəni burada Bakı Yaşıllaşdırma İdarəsi baxır, səhv eləmirəmsə bu qurumuş ağaclara. Məsəl üçün, onların səhlənkarlığı demək olar bu məsələdə ki, insanların orada, yenə də deyirəm, bir neçə ağac, daha doğrusu bir ağac bir neçə maşının üzərinə aşırsa, nəticə etibarilə də o maşının sahibləri ziyan çəkirlər və maşın da nisbətən yararsız vəziyyətə düşür. Amma
ara sıra güclü külək olanda bu hallara rast gəlmək mümkündür. Ümumiyyətlə, yağışdan sonra paytaxt Bakının küçələri hansı vəziyyətə qaldılar? Bizim qaynar xəttimizdə dayanmadan bununla bağlı video görüntülər gəlir. İnsanlar çox çətin vəziyyətdədir. Bununla da bağlı irəliləyən dəqiqələrdə sizin diqqətinizə məlumatları çatdıracağım. Yeri gəlmişkən qaynar xətt nömrəmizi qeyd eləmək istəyirəm. Dəyərli izləyicilərimiz 077 379 0747 qaynar xətt nömrəmizdir. Gördüyünüz, şahidi olduğunuz hadisələrlə bağlı bizim qaynar xəttimizə foto və yaxud da ki, video çəkib göndərə bilərsiniz. Eyni zamanda probleminiz varsa, şikayətiniz varsa, bizim işıqlandırmağımızı və aidiyyatı qurumların diqqətinə çatdırmağımızı istəyirsinizsə, bununla da bağlı video çəkib bizə təqdim edin. Yeri gəlmişkən işıqlandırdığımız daha bir şikayət öz həllini tapıb, onunla da bağlı irəliləyən dəqiqələrdə xəbəri sizin diqqətinizə çatdıracağım. İndi isə davam edirik. Cəlilabad rayonunun Günəşli kəndinin bəzi küçələrindən keçən su arxı uzun zamandır təmizlənmir. Bundan başqa arxın ətrafını kol-kos basıb və müntəzəm olaraq bura sakinlər tərəfindən zibil də atırlar. Əməkdaşımız Yaqub Mehdioğlu ərazidəki acınacaqlı vəziyyəti lentə alıb, nələr görüb, nələr çəkib izləyək. Ərazidən keçən su arxı bağ-bağatı suvarmaq üçün nəzərdə tutulsa da, çox təəssüf ki, sakinlər bu kanaldan kanalizasiya kimi də istifadə edirlər və nəticədə antisanitar vəziyyət yaranır. Ərazidəki vəziyyətdən narahat olan kənd sakini Cəmşid Şükürov deyir ki, arx əvvəllər müntəzəm olaraq bələdiyyə tərəfindən təmizlənirdi, amma son bir neçə ayda bu işlər tamamilə dayandırılıb. Bu su gələndə Araz çayı vasitəsilə Əzbəy kanalı var bizdə. Onun vasitəsilə gəlir buradan. O gələndə istifadə olunur. Gəlməyəndə belə antisanitariyyətdə belə biz nə cürə nətər eləyə bilmirik. Bu hal-hazırda bu kanalizasiya sudur. Kənd sakini deyir ki, dəfələrlə rəsmi qurumlara müraciət etsələr də müsbət cavab almayıblar. Əksinə mövcud vəziyyət daha da pisləşib. Ekologiya idarəsi gəldi, baxdı, getdi. Suvarma idarəsi, kanalizasiya idarəsi dedi, bizə aid deyir. Bələdiyyə də ki bilir, bələdiyyə də ki bizə aidiyyəti yox deyir bunu. Biz nə eləyək, bir vətəndaş olaraq bilmirik. Məsələ ilə bağlı Günəşli kənd bələdiyyəsinin nümayəndəsi Rasim Qurbətov sözü gedən əraziyə gələrək vətəndaşı narahat edən problemə aydınlıq gətirdi. Bu zibil tullantıları, məişət tullantıları vətəndaşlar özləri gətirib bu kanal qıraqlarına tökürlər. Onunla bağlı da bura işçi ayrılmışdı. Yəni vətəndaşlar öz vəsaitlərindən ayda 3 manat ödəniş ödəyirdilər ki, o zibillər daşınılsın. O da vətəndaşlar ödəmədən yayındığına görə, etmədiklərinə görə həmin o xidmət dayandırıldı. Ona görə də belə problemlər yaranıb. Yəni bu tullantılar da vətəndaşlar özləri tökür bura. Bələdiyyə nümayəndəsi həmçinin bildirdi ki, kanal qurumun balansında olmasa da bir neçə dəfə qazılıb. Artıq aidiyyatı quruma müraciət olunub, yaxın günlərdə arxın yenidən qazılması üçün tədbirlər görüləcək. Ümumiyyətlə, bu zibilləmə ilə bağlı, ərazinin zibilxaniyat döndərilməsi ilə bağlı əksər vaxtlarda suçlu sakinlər olur, ərazidə yaşayan sakinlər. Bu məsələdə də deməli Cəlilabaddan olan problem, hansı ki ərazi zibilxanadır, deməli rayonun Günəşli kəndinin bəzi küçələrindən gedir söhbət. Amma bu məsələdə həqiqətən də bələdiyyə sədri haqlıdır. Çünki insanlar öz yediklərini, o qida tullantılarını, nələr ki var, onu salafan torbalara yığırlar və ən rahat yer kimi biri arxı tapır orada, atır arxa ki, onsuz da su götürüb aparacaq da. Bəzisi kanala tulluyur, bəzisi qonşunun həyətinin yaxınlığında, darvazasının yaxınlığında hardasa bir çökək varsa, o çökəyin içərisinə atır. Sonra da başlayırlar, deyirlər ki, ərazini zibil götürüb gedir. Amma Günəşli kəndinə, hansı ki küçələrində də o zibilxana, başqa kənddən 100% buna əminəm ki, heç kim gətirib zibili atmır. Çünki bu anormal olar da başqa kənddən kimsə gətirib orada Günəşli kəndinə zibil atılması məsələsinə. Yəni özünüz zibilləyirsiniz, sonra da deyirsiniz ki, aidiyyatı qurumlara deyirik, aidiyyatı qurumlar baxmır. Və bir məsələ orada bələdiyyə sədri qeyd elədi ki, sədr idi də, səhv eləmirəmsə, bələdiyyə nümayəndəsi deyil idi, sədr idi.
Deməli, o qeyd elədi ki, 300 manatdan aylıq. Burada zibillərin yığılması üçün adam biz təyin eləmişdik, hansı ki o, kənd sakinlərinin vəsaiti hesabına maaş alacaqdı. Elə ayın sonunda 300 manat maaş alacaqdı. Niyə? Çünki elə həmin o pulu verən sakinin atdığı zibili təmizləyir o baxımdan. Amma ondan sonra da sakinlər bu ödənişdən yayındıqlarına görə yenə də ərazini zibillik bürüyür. Nə ora zibil atın, nə də ki sonradan deyin ki, bura heç kim baxmır. İnsan oturduğu yeri, insan yaşadığı yeri və ərazini təmiz saxlamalıdır. O təmizlik imandan gəlir məsələsi var. Təmiz saxlayın, yediyinizi, içdiyinizi buradan arx gedir deyib atmayın. O arxdan bəziləri əkin sahələrinin suvarılması üçün istifadə edirlər. Çünki mənim kənddə yadıma gəlir. Arxın məsəl üçün tutaq ki, istiqamətinin qabağını bağlayırdın, qonşu suvarırdı. Ondan sonra da sən öz əkin sahələrini suvarırdın. İndi bilmirəm, arxdan yəqin ki, zibillərin aparılması üçün bəziləri istifadə edir. Sonra da deyirlər ki, aidiyyatı qurumlar baxmırlar. Aidiyyatı qurum əgər gəlib ora zibil töksə, siz haqlısınız ki, özləri zibilliyirlər, yığmırlar. Və ya da ki, siz tələb eləyə bilərsiniz ki, həmin kəndə gətirsinlər, zibil yeşikləri qoysunlar. Ondan sonra da həmin o kəndin bələdiyyəsi və yaxud da ki, icra nümayəndəsi o zibilin daşınması üçün səy göstərsin. Hə, bunu tələb eləyə bilərsiniz. Yoxsa yeyin için tökün, sonra da deyin ki, gəlib buranı yığışdırırlar. Davam edirik. Qazaxda bir əsr yaşı olan xəstəxananın həyətində 2 məzar aşkarlanıb. Söhbət 100 il bundan əvvəl şəhərin Heydər Əliyev prospektində inşa olunan Qazax rayon mərkəzi xəstəxanasının köhnə binasından gedir. Xeyriyyəçi Baba Babayevin şəxsi vəsaiti hesabına inşa etdirdiyi bina ilə bağlı bir sıra maraqlı məqamlar üzə çıxıb izləyək. 100 il keçməsinə baxmayaraq bu xəstəxana dövrünün ən böyük xəstəxanası olub. Qərb regionunda ən böyük xəstəxana Qazax xəstəxanası idi. Amma bu xəstəxana bu əraziyə elə həmin Sovet dövründə baş həkim kimi göndərilən Baba Babayevin şəxsi vəsaiti ilə inşa edilib. İndi xarabalığı xatırladan bu ərazidə 2 həkimin məzarı var. Qəbirlərdən biri vaxtı ilə burada baş həkim kimi çalışan Yəhudi əsilli Sopova, digərini Akstafa rayonunun Dağkəsəmən kəndində olan və eyni vəzifəni daşıyan Baba Babayeva məxsusdur. Sopovun yaxınları haqda bugünə kimi heç bir məlumat əldə olunmayıb. Baba Babayevin nəvəsi həkim Samirə Babayeva bildirir ki, ulu babası o zamanın imkanlı mühəndislərindən olub. Xaricdə tibb təhsili alıb ölkəmizə qayıdan Baba Babayev də atasının imkanlarından istifadə edərək baş həkim təyin olunduğu xəstəxana üçün yeni bina tikdirmək qərarına gəlir. Bəy nəslindən olub, atası mühəndis olub, adlı sanlı mühəndis olub, yəni körpülər, dəmir yolu inşa edən bir mühəndis olub və maddi durum yol verib. O öz vəsaiti hesabına tikib o vaxtki xəstəxananı və bölgədəki yeganə xəstəxana inşa edibdir. Sonralar isə onların ruhuna ehtiram əlaməti olaraq həm Baba Babayev, həm də Sopov burada dəfn olunublar. İndi səhiyyə sayəsində xidmət göstərən həkimlər də onların məzarlarının tarixi abidə kimi qorunub saxlanılmasını istəyir. Bunların zəhməti sayəsində bu xəstəxana başa gəlib və hətta yerli əhali buranın daşlarını arabalarla daşıyıblar, təmənnasız daşıyıblar, xəstəxana tikilib. Tarixə qovuşub artıq, bəli, 2 dənə bunların məzarları qalıbdır, o qurucuların. Hətta mən deyərdim ki, qırağı bir hasarlansa daha yaxşı olar. Hamı da qoy tanıyardı, biraz da ətraflı məlumat lövhəsi yazıb qoymaq olar ora ki, bunlar kim olublar. İstəyərik ki, o unudulmayan bir xatirə olsun. Düzdür, hal-hazırda orada doğum evi yoxdur, gediş-gəliş tamamilə kəsilibdir, artıq unudulmuş kimi. Ya tarixi bir abidə yerinə çevrilsin, daha yaxşı olar, ya nə bilim, insanların daha çox xatırlayacaq bir yerə mi köçürülsün. Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətindən bildirildi ki, sözü gedən məzarlar xidmətin qeydiyyatında olmadığı üçün onun qorunmasını da həmin qurum həyata keçirmir. Əvvəllər doğum evi kimi fəaliyyət göstərmiş xəstəxananın ərazisi müvəqqəti olaraq Qazax Tovuz Regional Təhsil İdarəsinin balansına verilib. Hazırda həmin ərazinin istifadəsi istiqamətində yekun qərar hələ verilməyib.
Daha bir soydaşımız Rusiya-Ukrayna müharibəsində həlak olub. Belə ki, Qasımov Samir Rasim oğlu Donetsk vilayətində Ukraynanın azadlığı və suverenliyi uğrunda gedən döyüşlərdə vəfat edib. O müharibəyə könüllü olaraq yollanıb. Döyüşlərdə fərqləndiyinə görə Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən Ukraynanın müdafiəsi medalları ilə təltif olunub. Samir Mukaçevada dəfn olunacaq deyə məlumatda bildirilir. Polkovnik Şair Ramaldanovun ailəsi qəzaya düşüb. Belə ki, Qusarın yuxarı Ləgər kəndində baş vermiş qəza zamanı dünyasını dəyişən şəxslərin Şair Ramaldanovun ailə üzvləri olduğu məlum olub. Bu barədə hərbi ekspert Üzeyir Cəfərov bildirib. Qeyd olunur ki, məşhur Ramaldanovlar ailəsində bir neçə saat əvvəl böyük faciə yaşanıb. Polkovnik Şair Ramaldanovun qardaşı Polkovnik Elman Ramaldanovun ailə üzvləri Qusar rayonu yuxarı Ləgər kəndində yol nəqliyyat qəzasına düşüblər. O bildirib ki, qəza nəticəsində ailənin 36 yaşlı üzvü polkovnikin qızı Tamilla xanım Ramaldanova və 43 yaşlı Cəmilə xanım Bağırova faciəli şəkildə dünyalarını dəyişiblər. Ailə üzvlərindən daha 4 nəfər isə müxtəlif bədən xəsarətləri alıblar. Komandirdən alınan məlumata əsasən mərhumların nəşi gecə saatlarında Bakıya gətirilib və bugün paytaxtda dəfn olunacaqlar. Qeyd eləyək ki, bundan öncə qəza ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yaymışdı. Məlumatda bildirilir ki, Kia markalı minik avtomobili idarə etmədən çıxaraq dərəyə aşıb. Şair Ramaldanovun fotosu varmı əlimizdə? Dəyərli həmkarlarım. Şair Ramaldanov 1-ci Qarabağ Savaşında şücaət göstərən bizim hərbçilərimizdən biri olub. Polkovnik də eyni zamanda qəzaya düşən qardaşı da polkovnikdir. Düzdür, Şair Ramaldanov artıq ehtiyatlı olan polkovnikdir və Allah səbir versin. Davam edirik, dəyərli izləyicilərimiz. Zəngəzur dəhlizinin Naxçıvanla birləşdiyi nöqtədən çox maraqlı və gözəl görüntülər var. O görüntülər sizə təqdim edəcəyik, ardından da digər xəbərlərlə davam edəcəyik. Dostlarımız, hal-hazırda biz Zəngəzur dəhlizinin başladığı nöqtədəyik, görə bilirsiniz və araz sayı, tarixi araz sayı 1813-1800 Gürcüstan və Türkmençay müqavilələri görəndə Azərbaycan iki hissəyə ayrıldı və Azərbaycanın cənub tərəfindən də buradan görmə imkanlarımız var və Zəngəzur dəhlizinin qatar yolu deyək ki, artıq rahatlıqla görə bilərsiniz. İnşallah yaxın zamanlarda, yaxın illərdə istifadə edə verirlər. Bəli, az qaldı, çox az qaldı Zəngəzur dəhlizinin istifadəyə verilməsinə. Davam edirik, dəyərli izləyicilərimiz. Məktəbdə telefon problemi həll edilib. Necə həll edilib? Söhbət 7 nömrəli məktəbdən gedir. Hansı ki, bu məktəbdə bir video çəkilib və məktəb şagirdlərdən telefonun yığılması problemini, şagirdlərin üzərində telefon olması problemini və bu məsələni necə həll edib izləyək. Deməli, şagirdlər üçün ayrılmış xüsusi dolab deyək buna. Xüsusi dolab var, hansı ki, orada balaca gözlər var və o gözlərə şagirdlər gəlirlər, telefonlarını qoyurlar, yəni təhvil verirlər və dərsdən çıxanda da bu telefonları götürüb çıxırlar. Davam edirik. Azərbaycanlı fəhlə ifası ilə hər kəsi heyran qoydu. Belə ki, Sabirabad rayon sakini Əliyev İlkin heç bir musiqi təhsili olmasa da ifası ilə çoxsaylı izləyicilərin rəğbətini qazana bilib. O, fəhləlik etdiyini, qapılarda daş və beton işləri gördüyünü, yorğun vaxtında isə mahnı oxuyaraq dincəldiyini deyib. Bir gün gezer
yan üzerin meşer üsyan attan düşen Abbasi elem perder gördü Mirbar kimi sözlere heyfim gelir halden Efsus ki az söz tanıyan müşter gördü Kardeşler herkesi salamlayıram Allah hamımızın kömək olsun Gözəl rəylər yazırsınız mənə Hamıya ayrı-ayrılıqda dərin təşəkkürümü bildirirəm. Çox sağ olun, minnətdarım. Qüsurlarım çoxdur, üzrlü hesab edərsiniz inşallah. Bu cür ifa eləyib, hələ üzərindən də deyir ki, qüsurlarım çoxdur, üzrlü hesab eləyin. Neynədin sən? Neynədin sən İlkin Əliyev? Bu nə ifa idi? Bu necə gözəl, möhtəşəm ifa idi? Mən inanıram ki və elə hiss eləyirəm ki, usta İlkinin, özünün dili ilə desək, fəhlə İlkinin bu istedadını araya, ərsiyə çıxardanlar olacaq. Məsələn deyim, baxın, belə potensiallı fəhlə olsun, sürücü olsun, bağban olsun, çəkməç olsun, heç bir fərqi yoxdur. Belə fitri istedadları ortaya çıxarmaq lazımdır. Kim çıxarmalıdır? Özlərini təqdim eləyirlər sosial şəbəkələrdə. Nə gözəldir. Özləri haqqında informasiya verirlər ki, mən bunu bacarıram. Kimlər dəyərləndirməlidir? Mədəniyyət Nazirliyi birmənalı şəkildə dəyərləndirməlidir. Tam səmimi deyirəm, bu usta İlkin elə ifa etdi ki, bu Azərbaycanın bu səhnəsində də, belə deyək ki, o müğənnilər olan səhnəsində, incəsənət aləmində elə müğənnilər var ki, bugün kifayət qədər populyar olanlar, kifayət qədər tanınan elə müğənnilər var ki, heç ifalarında İlkin bəyin yanından ötə bilməzlər. Amma onlar hardadır bugün? Onlara hansı toylar təklif olunur, hansı məbləğlər verilir, kim nə qazanır? Sağlığına qismət. Amma layiq olanları çıxardaq da, üzə çıxardaq. Azərbaycan musiqisi, yəni bizim muğanımız dünyada tanınan muğamdır. Bizim Azərbaycan musiqisi dünyada tanınan musiqidir, ümumiyyətlə incəsənətimiz. Gəlin biz bunu daha çox inkişaf elətdirək. Elə həmin bu usta İlkin kimi potensialı olanlar, amma ki adamın sahibi yoxdur da onu təqdim eləsin. Və yaxud da ki adamın pulu yoxdur ki gedib hansısa bir televiziyaya mən yeni oxuyanam bu qədər məbləği keçirirəm və məni də tanıdın. Yəni bunları etməyə imkanı yoxdursa, o zaman nə etmək lazımdır? Mədəniyyət Nazirliyi birmənalı şəkildə belə gəncləri ortalığa çıxarmalıdır. Belə gənclər səhnəyə gəlməlidir. Ola bilsin ki, ifasında hansısa bir qüsur var idi, amma bunu indi peşəkarlar, sənətkarlar deyə bilərlər də. Mən musiqi təhsilim yoxdur deyə, mən oyunla bağlı heç nə deyə bilmərəm. Amma bir onu bilirəm ki, bugün Azərbaycan müğənnilərinin 60%-dən gözəl oxudu. Sənətkarlardan danışmıram. O hər gün televiziyada belə qapılar üzlərinə açıq olan biri deyir. Dırnaq ustasıydım. Birdən dedim ki, bəlkə başlayayım oxumağa. Bizdə bəhbəhlə bütün televiziyalar onu çağırır. Bütün verilişlər onu çağırır. Yəni səsdəki yoxdur, canlı ifa deyirsən. Deyir ki, yox, axı mən gələndə şərt qoymuşdum ki, mən canlı ifa eləməyəcəm. Çünki ifa eləyə bilmir axı adamın səsi olmayandan sonra, avaz olmayandan sonra, boğaz olmayandan sonra, muğam nədir bilməyəndən sonra. Necə ifa eləyəcək? Təbii ki, ifa eləməyəcək. O müğənnilərə açdığınız qapılardan birini də heç olmasa bu usta İlkinə də açın ki, qoyun daha geniş auditoriya onu tanısın. Daha çox insan onu tanısın və belə gözəl səslərə bizim ehtiyacımız var həqiqətən də. Gözümüz mazol olur.
Proqramımıza yeni qoşulan izləyicilərimiz, gününüz xeyirli, uğurlu olsun, sabahınız xeyir olsun, həftəniz gözəl keçsin və biz davam edirik. Növbəti materiallara keçməzdən öncə sizin diqqətinizə qaynar xəttimizi çatdırıram. 077-379-07-47 qaynar xətt nömrəmizdə gördüyünüz, şahid olduğunuz hadisələrlə bağlı bizim qaynar xəttimizə foto və yaxud da ki, video çəkib göndərə bilərsiniz. Eyni zamanda, əgər probleminiz varsa və bizim işıqlandırmağımızı istəyirsinizsə, problemlərinizi də bizə video formatda çəkin göndərin. Bir daha və çox-çox dönə-dönə xahiş eləyirəm. Hətta yalvarıram, zəng eləyib, Səidə xanım dinləyin, mənim problemim çəkiləsi deyil, deməyin. Çox xahiş eləyirəm. Bir də ki, axşam saat 10-dan 11-dən sonra o qaynar xəttin telefonuna zəng eləməyin, çox xahiş eləyirəm. Səs göndərməyin, video çəkin, üzərində danışın. Axı, mən video çəksəm mənim üçün problem olacaq deyirsinizsə, o zaman ümumiyyətlə bizə müraciət etməyin. Çünki biz, sizin dediyiniz elə problemlərdir ki, yəni o problemin arxasında gizlənməyə ehtiyac yoxdur da. Ay, bunu dilə gətirərəm, birdən kimsə mənə nəysə deyər, ay, rəhbərlik məni işdən çıxardar, filan filan. Əgər belə deyək də, o təpəri özünüzə hiss eləmirsinizsə, o zaman, yəni, yox, mən deyim, siz səsləndirin deyə yanaşmayın bizim işimizə, çox xahiş eləyirəm. Davam eləyirik. Çində maraqlı bir görüntü qeydə alınıb. Deməli, həm maraqlı, həm həyəcanlı, həm də ki, qorxulu deyə bilərəm. Görüntünü verək bura, zəhmət olmasa. Bu, Evdə Tək filmi də, səhv eləmirəmsə filmin adı elədir də, Evdə Tək filmi xatırlayırsınızsa bizim Körpə gəzintidə daha doğrusu. Evdə Tək bəs nədir? O da filmdir, yoxsa? Hə, o da filmdir, hə. Sadəcə mən qarışdırdım, necə deyərlər. Deməli, o Körpə gəzintidə filmini xatırladan görüntülər lentə alınıb Çində. Burada körpə həqiqətən də gəzintidir. O qədər gəzib ki, şalvarı da partlayıb arxadan. Geyindiyi bez də görüntüdədir. Allah saxlasın, Allah saxlasın. Fərqi yoxdur, yəni hansı dinləndi, hansı ölkənin nümayəndəsi. Nə fərqi var ki, körpələrin hamısı yəni sevimlidir, hamısı şirindir. Burada bir istisna var, onu sadəcə qeyd etmək istəmirəm. Hamısı dediyimdə o 1% çıxarsınız. Yəqin ki, bildiniz 1% hara aiddir, onu demək istəyirəm. Belə bir görüntü lentə alınıb, hansı ki, körpə uşaq, beləcə. İstəyirsiniz elə görüntünü verin, tam ekrana mən üzərindən elə danışım. Deməli, Çində yaşından ki, izləyicilər, ay sağ olun. Çində deməli, yanında ailəsi olmayan bir körpə sürünərək magistral yola çıxıb, yoldan keçən bir cütlük körpəni yolun ortasından götürüblər, yolun kənarına aparıblar və deyilir ki, Körpə gəzintidə filmi beləliklə gerçək olub. Amma çox maraqlıdır ki, yəni ailəsi olmayan körpə deyə yazıblar. Bəlkə də ailəsi var, ola bilsin ki, bəzən görürsünüz də qadınların başı söhbətə qarışır. Bir də baxırlar ki, uşaq yoxdur yanlarında. Sonra da ya uşağım itdi deyə parkda uşaq axtarırlar. Gördünüzmü, filan geyimdə, filan yaşda bir uşaq yanınızdan keçdimi, keçmədimi? Çünki belə ailəsi olmayan bir uşağın hardan gəlib o yolun ortasına düşdüyünü demək olar ki. Böyük ehtimal ki, yəni oralarda da ailəsi. Bəlkə də indi xəbər daha detallı bir şəkildə çıxar. Və sizə daha bir maraqlı görüntünü təqdim edəcəm. Bu görüntüdə həm maraqlıdır, həm də ki, çox həyəcanlıdır. Belə ki, Avstraliyalı şəxsin paraşütü 4,5 kilometr hündürlükdə təyyarənin quyruğuna ilişib. Deməli, təyyarədən tullanır bu paraşütçü, amma ki, atlana bilmir. Çünki paraşütü təyyarənin quyruğuna ilişir və təlaşlı anları əks etdirən görüntülər sosial şəbəkələrdə yayımlanıb. Belə görüntünü verin, danışım mən də üzərində, xəbər verim. Xoşbəxtlikdən bu təsadüfən açılan ehtiyat paraşütü olub. Avstraliyalı paraşütün ipini bıçaqla kəsərək özünü xilas etməyi bacarıb. Avstraliyalı daha sonra o əsas paraşütünü açsa da, lakin o ehtiyat paraşütün qalıqlarına da ilişib. Paraşütçü ipləri açmağı və nəzarəti bərpa etməyi bacarıb. Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosunun hesabatına görə o nəticədə hadisəsiz
eniş eləyib və təyyarə də təhlükəsiz şəkildə eniş eləyib. Bu artıq ehtiyat olan paraşütü qaldı orada, o biri paraşütlə düşdü. Nəysə ki, başına gəlməyən qalmadı da paraşütçünün, belə demək mümkündürsə. Bir də ki, orada belə sağ-salamat yerə enir. Əsas məsələ odur ki, bəli, ölüm olmadı, itim olmadı. Sadəcə buradan bu tullanma anında belə maraqlı qeydiyyat var. O biri paraşütçü elə ki, əli ilə vurur. Bir də verə bilərikmi görüntünü zəhmət olmasa? Bir də o tullanma anında da belə qəribə hadisələr. Baxın, tullanmalı istəyir. Yox, əslində vurmur. Elə bildim ki, o qarşıdakını itələyir ki, yəni get. Digərlər tullandı. Onlar belə tullanmalıydılar. Nə gözəldir, yəni buludların üzərində. Yəni, paraşütçülər həqiqətən də həyatlarında risk atırlar. Həm də ki, o qədər belə adrenalin yaşayırlar ki, elə onun, belə deyək də, yüksəkliyi təzyiq nəyə desən dəyər. Yəni, bu işdə də peşəkarlıq öz sözünü dedim. Amma peşəkarlar təkcə xarici ölkələrdə deyil. Hər sahənin peşəkarı bizdə də var. Azərbaycanda da var, bizim ölkədə də var. Hansı ki, artıq 2 gündür ki, bir həkim sosial şəbəkələrdə gündəmdir. Həm həkim, həm də ki, tibb işçiləri sosial şəbəkələrdə gündəmdir. Niyə gündəmdir? Çünki həkim ürəyi dayanan pasiyenti 45 dəqiqə sonra həyata qaytara bilib. Görüntüləri Tibbi Ərazi Bölmələri İdarə Etmə Birliyi yayıb Şirvan şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan şəxs 45 dəqiqəlik mübarizədən sonra həyata qaytarılıb. Tibb müəssisəsinə noyabrın 19-unda, elə görüntüləri verin, çünki bilirəm ki, görüntülərin üzərində şərh yoxdur, elə verin belə deyək xəbəri də. Deməli, tibb müəssisəsinə noyabrın 19-unda hospitalizasiya olunan 1988-ci il təvəllüdlü qadına xroniki kalkulyoz xolesistit və xolidoxolitiaz, ay maşallah, mexaniki sarılıq diaqnozları təyin olunub və zəruri tibbi müayinələrdən keçib, daha sonra pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub və müvafiq şöbədə müalicəsi davam etdirilib. Ancaq noyabrın 25-i saat 13:50 radələrində palatada 37 yaşlı pasiyentin vəziyyəti qəfil pisləşib və kəskin ağciyər çatışmazlığı fonunda kardiyak aris baş verib və dərhal tibbi müdaxilələrə başlayan həkim son anadək mübarizə aparıb və nəticədə onun həyatını xilas eləyə bilib. Daha sonra pasiyentə reanimasiya şöbəsində respirator və hemodinamik dəstək davam etdirilib. Bir müddət nəzarətdə saxlanılan pasiyentin vəziyyətində mərhələli klinik yaxşılaşma müşahidə olunub, həyatı təhlükə riski aradan qaldırılıb və ümumi vəziyyəti stabil qiymətləndirilib. Məlumatda o da qeyd olunur ki, 37 yaşlı qadın 6 uşaq anasıdır, o artıq ambulator müalicə üçün evə buraxılıb. Bəli, bu qəhrəman komanda deyək də, birisini ölümün caynağından alan, birisinin həyatını xilas eləyən həkim, tibb bacıları və digər orada olan işçilər. Bu videoda mənə ən çox belə məni duyğulandıran məqam nə oldu? Həkim dayanmadı, həkim son demədi. Yəni 45 dəqiqə ərzində bəlkə də az-az həkimlər olar ki, o mücadiləni davam etdirər. O türklərdə bir sözü var, pəs etmədi. Bizdə dayanmadı anlamına gəlirdi. Amma elə ki, onların o sözü ilə deyəndə daha o cümləni qüvvətləndirə bilirsən. Dayanmadı, bəs etmədi. Bəs etmədi deyə bilərik. Dayanmadı, bəs etmədi. Ardıcıl mübarizəsini apardı və heç əbəs yerə deyil ki, sosial şəbəkələrdə də bizim bu həkimə bunu yazırdılar ki, əsl Hipokrat andına sadiq olan həkim. Çox sağ olsun bizim belə həkimlərimiz və heç də olmasın hansısa bir xəstəni burun əməliyyatı zamanı koma vəziyyətinə salan həkimlərimiz, sağ ayaq yerinə sol ayağı kəsən həkimlərimiz. Bunlar ümumiyyətlə Azərbaycanın səhiyyə sahəsində olmasın, Azərbaycan tibbində olmasın, hansısa bir təsadüfi həkimlər bir xəstəxananın, klinikanın
baş həkimi təyin edilməsinlər. Çünki bu video bir daha bizə sübut etdi ki, bizim əksəriyyətimizin həyatı həkimlərin əlindədir. Həm peşəkar həkimlərin, həm qeyri-peşəkar həkimlərin əlindədir. Ya öləcəksən qeyri-peşəkarla, ya da peşəkarla düşdüyün durumdan çıxacaqsan və həyatına davam eləyəcəksən. Peşəkar həkimlərimizi Allah qorusun. Və davam edirik, dəyərli izləyicilərimiz. Deməli, qardaş Türkiyədə günlər deyil, artıq aylardır ki, bir ölüm hadisəsi müzakirə olunur. Müğənni Güllünün həyatını dəyişməsi. Elə bu məşhur Türkiyəli ulduzun həyatını dəyişməsindən sonra bəzi insanlar oldu ki, onun təsadüfən eyvandan yıxılmadığını dedilər. Və bu da artıq hətta Türkiyə televiziyasında çox məşhur aparıcılar var idi ki, onlar belə bir-birlərinə dəyildilər. Onlar bir-birlərini aşağılamağa başladılar. Çünki bir qism aparıcılar, Güllünü həyatda tanıyanlar, onun övladları tərəfindən atıldığını eyvandan bildirdilər. Digər bir qism isə söylədilər ki, şər atmağı olmaz, onun övladlarını niyə suçluyursunuz və bu məsələdə artıq bir-birlərinə dəydi bu aparıcılar. Və qızının, həmin bu müğənni Güllünün ölümünü planlaşdırdığı anlar və o səs yazısı təkcə Türkiyə mediasında deyil. Yəni, mən deyərdim ki, dünyada da gündəm olmağı bacardı. Yəni, bir bomba effekti kimi düşdü bəzi kütləvi informasiya vasitələrinə, bəzi xəbər manşetlərinə, hansı ki, o həm də qızının onun haqqında dedikləri idi. Deməli, sentyabrın 26-sında Yalova'nın Çınarcıq məhəlləsində 5-ci mərtəbədəki mənzilinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən tanınmış sənətçi Güllünün qızı Tuğyan Ülkem Gültür saxlanıldı və ifaçının qızının tutulmasına və onu qəsdən adam öldürməkdə ittiham olunmasına səbəb olan səs yazısı TÜBİTAK, yəni Türkiyə Elmi və Texnoloji Təhqiqat Şurası tərəfindən analiz edildi və daha aydın formada təqdim edildi. Güllü otağa daxil olmazdan əvvəl Güllü dostu ilə səbəblər var, onu pəncərədən atacağım, hətta indi eləyək. Güllü yox, daha doğrusu Güllünün qızı danışır bununla bağlı. Tuğyan Ülkem Gültür danışır bununla bağlı. Və deyir, mən anamı atacağım, sən də anam özünü atdı deyərsən. Və bununla bağlı söhbət etdiyi səs yazıları ortaya çıxdı. Daha sonra səslərdə Güllü qızına onu rahat buraxmasını dediyi də əks olundu. O səslər bizdə var kadrların üstündə, bəli. Bir eşidək o səsləri, sadəcə bunu niyə təqdim eləyirəm? Sözümün canı var. Təqdim eləyək səsləri, onun ardından isə hadisənin gedişatı ilə bağlı məlumat verəcəm. Herkes tamam mı? Oğlum. Allah şahane bak. Bak manyaklara bak. Ay güzel. Gel gel. Gelsene buraya. Ama öyle bir yerden bilmiyorum ki. Evet. Ben.
Çox izləyicilərimiz bu görüntüləri görüblər. Yenə də deyirəm, verməyimizdə bir səbəb var. Və bu məlum hadisə yaşandı. Bir daha qeyd edirəm ki, hadisə sentyabr ayının 26-sında baş verib. Və ondan sonra bəziləri onu atıblar eyvandan deyə açıqlamalar verdilər və bu açıqlamalar bu yaxınlarda tutulan, saxlanılan Güllünün qızının heç də xoşuna gəlməmişdi. Və o müsahibə verən zaman söyləmişdi ki, mən haqqımı helal etmirəm, annem də olsaydı haqqını helal etməzdi, çünki bizim üstümüzə, yəni bu şəri, bu böhtəni atırlar. Ben annemi çok seviyorum, ben annemi her zaman seveceğim filan filan filan, yəni belə bir açıqlama vermişdi. Və bəzilərini günahlandırmışdı ki, niyə məşhur müğənni Güllünün ölümündə onun qızı və yaxud da ki, oğlu gündəmə gətirilir və onların adı çəkilir. Suala necə cavab vermişdi? Saxlanılan şəxs Tuğbadır, səhv eləmirəmsə, Tuğyan Ülkem Gülter saxlanılmamışdan öncə suallara ananı sən mi attın eyvandan sualına, ananı sən mi öldürdün sualına hansı cavabı vermişdi? Bir də onu eşidək. Anneni sen mi öldürdün? Hayır. Bu soru sorulurken bile yani sabır diyorum. Gerçeklerin ortaya çıkacağına inanıyorum. Ve annemi çok seviyorum. Bu kadar söylüyorum sadece. Ama bu kelimeyi konuşan insanlarda vicdan, merhamet, insanlık yok. Yok. Yayıncılara da söylüyorum bu arada bunu. Yok. Öyle haykırıyorsunuz ya televizyon başında. Allah büyük, ilahi adalet çok büyük. Şəxsən mən də öz adıma deyim, ilahi ədalətə o qədər inanıram. İlahi ədalət var. Bəlkə də gec olar. Bəlkə 5 gün yox, 5 ay yox, 5 il gec olar. Amma mütləq olar. Çünki Allahın ədaləti böyükdür. Və hər kəs etdiyi hər şey üçün bu məsələdə də bəlkə gec cavab verir. Amma mütləq cavab verər. Və Güllünün qızına ünvanlanan sual. Ananı sən mi öldürdün? Çox sevirəm əslində Türkiyənin kütləvi informasiya vasitələrində çalışanları, Türkiyə televiziyalarında çalışanları. Çünki onlarda sual birbaşadır. Və çox istəyərəm ki, biz də o qədər inkişaf eləyək ki, bizdə də sual birbaşa olsun. Məsəl üçün, kiməsə sözü adla demək istəyirsənsə, dağları, dərələri aşaraq fırlana gəlməyəsən ki, adın çəksəm görəsən nə olar? Adın çəksəm görəsən kim mənə nə deyəcək? Görəsən mən hansısa problem yaşayaram. Mən çox istəyərəm ki, bax, bizdə də belə olsun. Bu, həm də dövlətə xidmətdə əslində birbaşa verilən suallar. Bu, vətənə xidmətdə birbaşa verilən suallar. Və burada verilən suala bu şəkildə cavab verildi ki, ilahi ədalət və deyir, mən bilirəm ki, vaxt gələcək, gerçəklər ortaya çıxacaq. Bunun üzərindən bir neçə həftə keçəndən sonra səs yazıları incələndi və gerçəklər üzə çıxdı. Hətta bu danışan qızın, Güllünün qızının o dəfn mərasimində olan görüntüləri də gündəm oldu. Orada qara eynəkdə ağlayırdı
və anasına olan sevgisini etiraf eləyirdi və s. Qara eynəkdə olmasını da əslində gözlərini gizlətməsi kimi qələmə verdi. Həmin bu məsələni üzərinə gələnlər və bu məsələ haqqında danışanlar. Yenə də deyirəm, yəni mən bu məsələnin üzərinə nə üçün gəldim? Çox maraqlıdır ki, burada artıq bir qızın anasına etdiyi təcavüzdən, onu itələməsindən, ondan sonra qəhqəhə çəkib gülməsindən, ardından da 2 saniyə sonra ağlayaraq koş-koş annem, nə bilim, yıkıldı deyir, nə deyir? Yəni, anam düşdü pəncərədən və koşa-koşa türklər demiş, koşa-koşa aşağı düşmələri, ondan sonra binada olan sakinlərin zilinin basılması ki, yəni onlar da bir xəbərdar etməsi filan fonunda artıq hadisələr elə cərəyan eləyir. Və biz bəzən elə anlar yaşayırıq ki, deyirsən ki, gerçəkdən də bunu eləyən bir insan övladıdır. Azərbaycanda da var, çox təəssüf ki, hansısa bir pul müqabilində, hansısa bir evə görə və yaxud da ki, anasının yığdığı pula görə anasını öldürən, atasını öldürən, nənəsini öldürən, zamanla görmüşük biz bunu. Yəni, sırf o nəfsi ucbatından öldürənlər görmüşük. Və dünyanın çox ölkəsində yaşanır. Demək olar ki, bütün ölkələrdə var bu. Və bir də ki, bunun üzərindən bu hadisənin baş verməsi, yəni ananın öldürülməsi məsələsi. Bəli, heç də hər kəs uşağını dünyaya gətirəndə ana olmur. Analıq çox ağır bir sözdür. Analıq çox ağır bir yükdür. Hər qadın onu çəkməyə bacarmaz. Dünyada deyərdim ki, ən zəhmətkeş, öz həyatını qurban verən, saçlarını süpürgə eləyən birinci növbədə Azərbaycan analarıdır. Mənə görə bəlkə də biz analarımızı belə görmüşük deyə bu qənaətə gəlirik. Düzdür, doğduğu körpəsini aparıb zibilxanaya atan analar da görmüşük, 2 günlük, 3 günlük körpəsini və yaxud da ki, yolun ortasında buraxıb gedən analar da görmüşük. Və yaxud da ki, mən dünyaya gətirdim, hansısa hissimin qurbanı oldum, amma dövlət baxsın, dövlət sahiblənsin, uşaq evinə aparıb yerləşdirsinlər, sığınacağa yerləşdirsinlər, övladımı deyən analar da görmüşük. Bu analar da anadırmı? Yox. Sadəcə onlar uşağı dünyaya gətirdilər. Amma analıq o qədər ağır bir yükdür ki, analıq bəlkə də yəni, sənin uşaq dünyaya gətirdiyin an ölüb dirildiyin bir məqamdır. Ya ölərsən uşağın dünyaya gələndə, ya da qalarsan. Yeri gəlmişkən, bu Sumqayıtda elə bu hadisədən sonra onu da verərik. Mən komandamızdan xahiş eləyirəm, o Sumqayıtda baş verən hadisə. Bir xanımın dünyasını dəyişməsi. O material var bizdə. Bu danışığımdan sonra elə yeri gəlmişkən onu verərik. Və hər övladda mı ananın qədrini bilir, hər övladda mı anaya dəyər verir? Yox, bunu da hər övlada şamil etmək olmaz. O qan gözünü tutan, pul gözünü tutan, hansısa bir sözümü gözünü tutan, tutaq ki, kiməsə verdiyi söz də ola bilər ki, sən filan şey elə, məsələn, mən anamı öldürəcəm, filan. Bu, anasının və ya atasının qatili olan uşaqlar da övlad ola bilmədilər, çox təəssüf ki. İndi bu məsələdə illər dəyişir, deyirlər ki, hə, biz inkişaf eləyirik, biz nə bilim, irəli gedirik, neyinirik, amma biz irəli getdikcə övladların anaya qıyması halı çoxalır və yaxud da ki, valideynlərin övladına qıyması halı. Düzdür, bu çoxalmır, burada az statistika demək olar. Amma çox təəssüf ki, bəzən insanlar özlərinə görə onları dünyaya gətirən ananı qurban verə bilirlər, atanı qurban verə bilirlər və özlərinə görə, özlərinin həyatına görə, özlərinin komfortuna görə öz canından ona pay verən birisini qurban verə bilirlər. Kaş ki, olmazdı belə hadisələr, kaş ki, amma çox təəssüf ki, bu hadisələr də yaşanmaqdadır. Əslində, bu ilə bağlı çox danışmaq istəyərdim, amma çox təəssüf ki, bəli, reklam fasiləmiz var. Qısaca aradan sonra yenə də birlikdə olacaq dəyərli izləyicilərimiz, bizdən ayrılmayın.
Davam edirik dəyərli izləyicilərimiz. Yeni qoşulanların sabah xeyirli günü uğurlu olsun. 077 379 07 47 qaynar xətt nömrəmizdir. Probleminiz varsa bizim qaynar xəttimizə yönləndirə bilərsiniz və biz buradan aidiyyatı qurumların diqqətinə çatdıracağıq. Reklamlardan öncə dediyim kimi dəyərli izləyicilərimiz, Sumqayıtda bir gənc qadında ölüm faktı qeydə alındı. Hansı ki 27 yaşlı qadının ailəsi onun abortdan sonra öldüyünü bildiriblər. Hadisə Sumqayıt şəhəri bir nömrəli xəstəxananın doğum şöbəsində baş verib. Bildirilir ki, 1998-ci il təvəllüdlü Zərifə Əliyeva abort məqsədi ilə xəstəxanaya müraciət eləyib. Tibbi personaldan, prosedurdan sonra qadının vəziyyəti kəskin pisləşib və aparılan reanimasiya tədbirlərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və hadisənin baş vermə səbəblərinin araşdırılması da qeyd olunur. Bəzən belə hadisələr də olur. Hansısa həkimin səhlənkarlığının qurbanı da ola bilirik. Hansı ki bir neçə dəqiqə bundan öncə 45 dəqiqə ərzində çaba göstərdi və ürəyi dayanan xəstəni yenidən həyata qaytardı deyə bir həkimin şücaətindən və komandanın şücaətindən sizə danışmışdıq. İndi də verdiyimiz məlumat 27 yaşlı birisinin abortdan sonra dünyasını dəyişməsi ilə bağlı məqam idi ki, bəli, ailəsi bununla bağlı bildirdi ki, həkimləri günahkar sayırıq. Bizim övladımız sağlam idi, normal idi. Sadəcə bir hamiləlikdən azad olmaq istəyirdi, hamiləlikdən qurtulmaq istəyirdi. Amma çox təəssüf ki, o həyatından da oldu. Bəzən belə hadisələr də olur. Ya hansısa analar doğuş zamanı dünyasını dəyişir, ya da ki, bu şəkildə abort zamanı dünyasını dəyişir. Nə bilim, Allah səbir versin. Mən düzü çox arzulayardım ki, ümumiyyətlə, uşaq Allahın bizə verdiyi paydır. Nə qədər olacaqsa olsun, yəni onun ömrünü sonlandırmayaq, 2 ayında, 3 ayında, 4 ayında. Amma ki, düzdür, 4 aylıq artıq bu proses həyata keçirilmir. Amma ki, yəni bunu istəyən ailələr də var da, ya istəyirlər ki, kimsə, yox, 2 qızım var, bəsdir də artıq oğlum olsun deyə. Belə olur, xanımları göndərirlər aborta və yaxud da ki, bilməm, səhət ola bilsin, imkan vermir, kiminsə yenidən uşaq dünyaya gətirməyə, belə də olur. Allah ailəsinə səbir versin. Və davam edirik, dəyərli izləyicilərimiz. Bizim qaynar xəttimizə bir şikayət göndərib izləyici. Deyir ki, bu şikayət sakinlərin hamısının adından göndərilir sizə. Səidə xanım, binanın arxa tərəfində vəziyyət ürək açan deyil, sürüşmə təhlükəsi var. Xahiş edirəm, bunu işıqlandırasınız. Bəlkə məsələ təhlükəli vəziyyət almamış həllini tapdı. Hansı ki, bu binanın arxasına bir su axır və su da gedir dolur binanın təməlinə. Və sakinlər deyir ki, bura sürüşmə zonasıdır. Hər ötən gün vəziyyət bir qədər də acınacaqlı hal alır. Xətai rayonu, Gəncə prospekti, Bakı, adım Səadət. Ümumiyyətcə bu binanın sakinlərinin adından mən deyirəm bunu. Çünki bu məsələdən şikayətçidirlər. Sadəcə olub arxa binanın qabağında biraz hündürlük elib, ora bardor çəksəydilər, bu olmazdı. Fikir verirsiniz, daşlar da hamısı tökülübdür və orada sürüşmə var artıq. Baxın, hansı vəziyyətdə su tökülür o binaya və onun da hamısı gedir, yığılır binanın zirzəmisinə və zirzəmiyə də yığıldıqca binanın təməlini artıq orada silkələyir. Və bu çox ciddi bir məqamdır, amma çox təəssüf ki, bununla bağlı aidiyyatı qurumlar addım atmır. Bir daha qeyd edirəm ki, Xətai rayonu Gəncə prospekti 37 nömrəli binadan gedir söhbət. Ora o şəkildə axan suyun qarşısı alınmalıdır, tez bir zamanda alınmalıdır. Buna görə də aidiyyatı qurumlar, indi orada bələdiyyədirmi, icra hakimiyyətinə tabedirmi, su kanal idarəsidirmi, hər kimdirsə o problemə baxan dərhal addım atmalıdırlar. Davam eləyirik, küçələrimiz keçilməzdir, məktəbə gedə bilmirik, ayağımız palçığa batır. Bunu işıqlandırın, söyləyir izləyicimiz Zərdab rayonu. Çallı kəndindən Vidadi Əliyevin çəkdiyi problemi sizə təqdim edirik. Salam əleykum, hər vaxtınız xeyir. Yəni yağış yağdı, bizim küçə bu gündədir.
Baxın, yəni qapımızın ağzına qədər yəni sudur. Yəni biz necə çıxaq, məktəbə gedək, məktəbdən gələk. Yay olur, toz, qış olur, palçıq. Yağış yağır bu vəziyyətdə. Yəni maşın falan gücdən gəlib gedir yəni buralığa. Bu səhv eləmirəmsə bir məktəb şagirdinin çəkdiyi video idi. Səhv eləmirəmsə, bəli, məktəb şagirdi problemlərindən danışırdı ki, bizim yolumuz bu vəziyyətdədir. Məktəbə də gedib gələ bilmirik. Eyni problemi demək olar ki, düzü burada indi yol problemi deyil, amma kanalizasiya problemi var. Abşeron rayonu Qobu qəsəbəsində 22 min əhalisi olan yerdə yaşayır insanlar. Bakıya ən yaxın kənddir, deyir bizim izləyicimiz və deyir qəribə orasındadır ki, 22 min sakini olan bu kənddə, bu qəsəbədə, Qobu qəsəbəsindən gedir söhbət. Qobu qəsəbəsində kanalizasiya sistemi yoxdur. Elə yollarımız da bərbad haldadır. İşıq çəkilib, günü-gündən bir-bir sıradan çıxır. Bütün bunlar qalsın. Bir yana bizim sizdən əsas istəyimiz kanalizasiyadır, deyir izləyici. Mən Mirzə Ələkbər Sabir küçəsində oluram. Küçə təmiz qalsın deyə ayda 80 manat verib 2 dəfə küçənin çirkab suyunu çəkdirirəm. Deyiləsi dərd deyil valla, evdə kanalizasiya dolar deyə necə yuyunacağımızı da bilmirik. Ürəyimiz doludur Səidə xanım və sizin daimi izləyiciniz Ramiz. Ramiz bəyin ürəyi elə kanalizasiyaları qədər doludur deyə bilərik. Çünki kanalizasiya yoxdur ümumiyyətlə. Dolan suları da hansısa bir şəkildə Ramiz müəllim öz vəsaiti hesabına çəkdirir. Nələri lentə alıb izləyək. Gözəl insan, bax bizim bu şəhərimizin, rayon kəndimizin kanalizasiyası yoxdur deyini. Bax, bıraxırlar yol qırağı beləsinə. Buradan körpü qoyurlar hərə öz üçün. Körpünün altından keçir. Su yığılır bura, kanalizasiya suları, bura yağış suları. Yolları pis hala salırlar. Su yığılır, yolun altından keçir. Yol batır, pis günə düşür. Bax, görürsünüz ya. Mən nə deyim? Yağış suyu, kanalizasiya suyu. Bizim ən böyük problemimiz kanalizasiyadır. Kanalizasiya yox. Çökür yolun altına, yolun altından da asfaltlar var, belə pis hala düşür, dağılır. Gəlir yolun üstünə, belə yerdən. Təsəvvür edin ki, bu yolda indi vaxt olur, keçmək olmur. Yolun üstünə beləsin axır, şəlalə kimi. Beləsin. Yollar partaq edir. Buradan keçir yolun o üzünə. Burada kanalizasiya turbası atırlar. Evlərdən çıxan kanalizasiya bu turbanın içinə gəlir. Harada çökəlik varsa, çökəlikdən keçir yolun sol hissəsinə, həyətlərə gedir. Səhərə kimi qurbağanın səsindən burada yatmaq olur. Asfaltka verir, yerin altına zavorlar da uçub tökülür belə yerə. Nə deyəsən, dərdimizi ki, nə deyək. Yolun üstündən də o yüzden axır, gəlir təsəvvür edin ki, baba beləsin. Burayla şəlalə kimi, baba beləsin. Axır, Kəlbəzərdə heç belə şəlalə yoxdur. Baba, bu cürə. Qobu qəsəbəsinin şəlaləsi deyə bilərik. Kanalizasiya şəlaləsi, biraz da dəqiqləşdirsək belə deyə bilərik. Kanalizasiya şəlaləsi və izləyici deyir ki, səhərə qədər qurbağaların səsindən yata bilmirik. Aidiyyatı qurumlar yəqin ki, problemi gördülər. Abşeron rayonu Qobu qəsəbəsində izləyici deyir ki, biz bu vəziyyətdə yaşayırıq. Əgər buna yaşamaq demək mümkündürsə. Kanalizasiyanın suları isə yol boyu özünün dediyi kimi şəlalə şəklində yolun o başından bu başına axa-axa gedir və oradan işə gedən insanlar da o gözəl mənzərəni seyr eləyə-eləyə, o gülü qoxlaya-qoxlaya da o yolla davam eləyirlər. Yəqin ki, bildiniz nə demək istəyirəm, hörmətli, dəyərli aidiyyatı qurumlar. Aidiyyatı qurumlara daha bir müraciətim var, daha doğrusu izləyicinin müraciəti var. Xətai rayonu Elivin Şükürlü küçəsindən bizə video çəkib
Şakirli Mədətov, deməli, Şakir Mədətov. Ötən həftə xatırlayırsınızsa bu problemi biz sizə təqdim etdik. Yolda orada su turbası partlamışdı və su küçəyə axırdı və izləyici də deyirdi ki, aidiyyatı qurumlar heç bir addım atmır bu problemlə bağlı və problemini bizə göndərmişdi ki, siz təqdim eləyəsiniz, bəlkə bir çarə tapıldı və orada izləyici maraqlı, elə görüntünü verin mən danışa-danışa üzərindən. Və orada izləyici maraqlı bir məqama toxunurdu ki, əgər kimsə bir nəfər o borunu partlatsaydı, onu gəlib 500.000 manat cərimə eləyərdilər. Amma öz-özünə partladığına görə nə baxan var, nə də ki, bunun cəriməsini yazan, buna bir çarə tapan və küçələri də hər zaman belə suyun içərisində olurdu. Və biz ötən həftə bu problemi işıqlandıran kimi, təqribən belə deyim də, haradasa 3 saatdan sonra bununla bağlı artıq ərazidə həmin boru, partlamış boru bərpa olunub deyə açıqlama verildi və bərpadan sonra da videonu da həmin o dediyimiz aidiyyatı qurumlar çəkdilər, bizə göndərdilər. Belə ki, suların istifadəsində və mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin mətbuat katibi Xanlar Mehdiyev açıqlama verib. O deyir ki, ATSEA yanında suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarəti Xidmət əməkdaşları tərəfindən Space televiziyada yayımlanan xəbərin izində verilişində vətəndaş Şakir Mədətovun müraciəti əsasında qaldırılan məsələ Xətai rayonu Elvin Şükürlü küçəsində yerində araşdırma aparıldı. Aparılmış tədbirlər nəticəsində küçədə partlamış su borusu yol səthinə axan suyun qarşısı tam şəkildə alınıb və problem aradan qaldırılıb. Xidmət tərəfindən vəziyyət daim nəzarətdə saxlanılır deyə deməli, Elvin Şükürlü küçəsində partlayan borunun təmirdən sonraki görüntüsü də bizə göndərilib. Belə görüntü kimi verin, sonra üzərindən deyəcəklərim də olacaq və dərhal dediyim kimi səssizcə verək o zaman, səsi ilə verək, sonra ardından şərhimi deyəcəm. Buyurun. 11 dekabr 2025-ci il Elvin Şükürlü küçəsi. Hal-hazırda qəza yerindəyik. Burada axıntı yoxdur, cüzi sızıntı var. Hal-hazırda qəzanı aradan qaldırmağa çalışırıq. Deməli, ayın 11-i, dekabr ayının 11-i ötən həftə biz bu materialı təqdim etdik. Dediyim kimi sizə elə üzərindən də 3 saat keçmiş bu problem aradan qaldırıldı deyə bizə geri dönüş oldu. Buradan xüsusi mən təşəkkür eləmək istəyirəm. Suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin mətbuat katibi Xanlar Mehdiyevə. Neçənci dəfədir ki, biz sırf onlara aid olan problemi efirdə işıqlandırırıq. Həmin gün bir neçə saat ərzində onlar tərəfindən o problem həll olunur. İstəyir bu paytaxtdan kənar, çünki bir neçə dəfə bölgələrdə də belə bir problem yaşanıb. Biz, deməli, bir dəfə Gəncədən gəlmişdi, belə bir problem bizə dərhal aradan qaldırdılar və bir neçə dəfə də digər ərazilərdən gəlib. Çox təşəkkür eləyirəm və məsələ burasındakı Xanlar Mehdiyev də bizə təşəkkür eləyir ki, Səidə xanım, bəzi ərazilər var ki, biz orada olan problemdən xəbərsiz oluruq. Nə gözəl ki, siz onu efir vasitəsilə işıqlandırırsınız, biz onu görürük və biz onun həlli istiqamətində addımlar atırıq. Buna görə xüsusi mən də təşəkkür eləyirəm Xanlar Mehdiyevə və dərhal da elə video formatında çəkib bizə də göndərirlər. Və davam eləyirik. Məmmədov Füzuli adlı bir izləyicimiz deyir ki, Tovuz şəhərin sizi narahat eləyirəm. Sizə çəkib göndərdiyim problemli küçə Tovuzun mərkəzi küçələrindən biridir. Bu küçədə 30 ailə yaşayır. Biz dəfələrlə bu küçənin təmiri ilə bağlı müraciət etmişik, lakin buna baxan yoxdur. Xahiş eləyirik ki, siz işıqlandırın, bəlkə sizin sözünüz eşidildi. Bu videonu çəkib atıram. Bu Tovuz şəhərinin küçələrindən biridir. Bu küçədə illər, 30 ildən çoxdur yaşayırıq. Yəni 30 ildə hələ də bu küçəyə asfalt örtük vurulmuyub. Yəni bizim bu küçədə də küçənin elə böyük uzunluğu da yoxdur. Təxminən 1000 metr olar. O cümlədən bax bu küçələrdə kanalizasiyalarda hamısı ağzı açıq vəziyyətdədir. Hamısı yararsız bu vəziyyətdədir. Yəni küçənin keçişi budur. Gedişi budur. İllərdir bu küçəyə baxmırlar. Aidiyyatı qurumları heç biri buraya baxmır. Dəfələrlə
küçənin ağsaqqalları gedib müraciət etsə də, yəni bu küçə hər yeri bu şəkildədir. Elə bil ki, küçəyə nəyisə atmışsan, o küçədə partlayıb və orada belə iri-iri dəliklər açılıb. Ümumiyyətlə, küçələrin asfaltlanması ilə bağlı bizə çox sayda izləyicilərimiz müraciət ediblər. Bu küçə, bir görüntünü verək, bura zəhmət olmasa, o küçə həqiqətən də yəni, bərbad vəziyyətdədir. O qədər çalası olan küçədə bu yazıq maşınla hərəkət edənlər necə hərəkət eləsinlər? Küçənin elə bir yeri yoxdur ki, nisbətən heç olmasa o hissəni tutub hərəkət eləmək olsun da. Və bu yağışdan sonra yaranan mənzərədir. Yağışdan sonra ümumiyyətlə bizim qaynar xəttimizə çox sayda küçələrin bərbad vəziyyəti ilə bağlı videolar çəkiblər, videolar atıblar. Bu da dediyimiz kimi Tovuz şəhərində 30 ailənin yaşadığı bir küçədir. Vəziyyət göz qabağındadır. Artıq bunun üzərindən nəsə deməyə düşünürəm ki, şərh yoxdur. İnşallah ki, Tovuzun aidiyyatı qurumlarının rəhbərləri ya da ki, aidiyyatı qurumları bu problemi görərlər və həll istiqamətində də çalışarlar. Göyçay rayonunun Ləkçıplaq kəndindən də bir müraciət var, dəyərli izləyicilərimiz bizə. Hansı ki, orada şəhid Elvin Məmmədov adını olan bir küçə var və bizə video çəkib atan Ramil İbrahimovdur. O söylüyor ki, Səidə xanım bu videonu sizə çəkib göndərməyi özümə borc bildiyim küçəyə şəhid adı verilib, amma bərbad gündədir. Şəhid adına verilən küçə bu aqibətdə olmalıdırmı? Xahiş edirəm, bunu işıqlandırın, bəlkə aidiyyatı qurumlar gördü. Deməli, Göyçay rayonunun Ləkçıplaq kəndi 44 günlük müharibənin şəhidi Elvin Məmmədov adına verilmiş küçədir. Bu da küçənin bugünkü halı. Deməli, həmin bu yoldur. Öz şəxsi avtomobilimlə hərəkətdəyəm. Yəni, yolun aqibətini göstərirəm. Xahiş edirəm, bu barədə tədbir görülsün. Yəni, asfalt örtülü ilə yenilənsə, çox gözəl olar. Çox gözəl olar asfalt örtüyünə yenilənsə, amma ki, bu küçədən daha bərbad küçələr var. Bu küçə yenə onlara baxanda şükürlüdür. Yadıma gəlir Göyçənin Ləkçıplaq kəndində həmin bu şəhidimizin bulağını çəkmişdim mən. Yol kənarında bir bulağı var. Tam da bulaqla üzbəyüzdə onların evlərinə gedən yoldur və elə küçənin girişində şəhidimiz Elvinin bir fotosu, plakatı da qoyulub və onun adına da dediyim kimi çox gözəl də bir bulaq tikilib orada və o küçənin yenidən asfaltlanmasını istəyir izləyici. Amma o qədər bərbad küçələr var ki, yenə də deyirəm, o küçələrin yanında bu küçəyə baxanda necə deyərlər, toya getməlidir. Amma asfaltlanma kəşk elə bizim bütün kənd yolları da, kəndimizdə olan küçələrin də hamısı asfaltlı olsun. Amma ki, bu mümkün deyil elə. Bəlkə də indi bir 20-30 il ərzində bütün küçələr asfaltlanır, amma hamısı üçün zaman lazımdır. İmişli rayonu bir yolun da görüntüsünü izləyici çəkib atıb bizə. Deyir ki, yol yarıya qədər işıqlıdır, yarıdan sonra isə zülmət qaranlıq olur bu yolda. Bu məsələni aidiyyatı qurumlara çatdırın ki, bizim də məsələmiz həll olsun, deyir izləyici Natiq Məmmədov. Salam, hər vaxtınız xeyir olsun qızım Səidə. Baxın, bura İmişli rayonudur. Bax, stolbalar bastırılıb bu işıqlar. Buradan bu tərəfi anam bacım, zülmət, qaranlıq, hər yerdə yaşayır. Yəni, mən bunları başa düşə bilmirəm. Bunlar niyə belə eləyirlər? Kim pulunu ödəyir bunun? Dövlət bunu qurdurubsa, verilir də bunun pulları. Baxın, hamısı yaşayış evləri. Buradan uşaq da qaçır, böyük də keçir. Yəni, zülmət qaranlığa qərq olur, yolu görmək olmur. Bu, belə olmasa, bunu zəhmət olmasa işıqlandırın. Qoyun, bunlar bunu qoşsunlar, bacım. Bir daha qeyd edirəm, İmişli rayonu hərbi hissəyə gedən yoldan gedir söhbət. Orada yolun yarısında işıq var, yarısında isə yoxdur. Davam edirik Qəbələ rayonu Mirzəbəyli kəndindən Sədullayev Hümbət adlı izləyicimiz deyir ki,
Sizdən bir xahişim var. Bizim bu kənddə məktəbə gedən yolun ortasında 4 kilometr məsafə var. Yolumuz da pisdir, magistral yol olduğundan buradan keçən avtomobillərin əlindən uşaqlar məktəbə gedib gələ bilmir. Sizdən həm kənd cəmaatı adından, həm də ki, deyir ki, öz adımdan xahiş eləyirəm bu məktəbə bir avtobus ayırsalar, çox gözəl olardı. Xahiş eləyirəm bu məsələni işıqlandırın. Qəbələ rayonu Mirzəbəyli kəndi və belə deyək də, orada bir magistral yol kimi bir yoldur. Sürətli hərəkət eləyir orada avtomobillər və uşaqlar da avtomobillərin qorxusundan məktəbə gedib gələ bilmirlər. Çünki təhlükə var, söyləyirlər o yolda. Salam, sabahınız xeyir olsun. Bağışlayın, sizi narahat edirəm. Bu bizim Qəbələ rayonu Mirzəbəyli kəndidir. Buradan Mirzəbəyli kəndinin başından mən dayandığım yerə kimi 2 kilometr yarımdır. Buradan uşaqlar piyada gəlirlər məktəbə. Fikir verin. Buradan da 2 kilometr hələ məktəbə yol var. Çatmalı. 4 kilometr yarım uşaqlar piyada yol gedirlər. Oğuz, Şəki, Zaqatala, Balakən magistral trasdır. Buran uşaqlar piyada gedirlər məktəbə. Gedirlər, yetişirlər, pis sürürlər maşınları. İtlər düşür uşaqların üstünə. Xahiş edirəm bunu bir dənə işıqlandırasınız. Bu uşaqlar üçün avtobus ayrılsın. Artıq dərəcədə xahiş edirəm sizlərdən. İldə də bir can alır bu yol. Bu problemlə bağlı deməli Qəbələ təhsil şöbəsinə müraciət etmək lazımdır. Mən düşünürəm ki, siz orada müraciətinizi eləyəsiniz. Onlar da yəqin ki, sırf nəqliyyata baxan quruma müraciət eləyəcəklər uşaqlar üçün avtobusun ayrılması. Avtobusu ayırsalar da, amma pulunu sizdən alacaqlar. Öncədən bunu da deyim. O necə ki, başqa uşaqlar, məsəl üçün Saraydan Sumqayıta gələn uşaqlar və yaxud da ki, başqa ərazidən başqa əraziyə gedən uşaqlar necə ki, bu məbləğ ödəyib getmirlər. Onda sizin də övladlarınız bütün hallarda o məbləği ödəyib gedəcəklər. Sürətli maşınların hərəkət etdiyi yoldur və belə bir problemi də izləyici bizə göndərib. Deməli, Cəlilabad rayonunun Günəşli kəndində günəş üzünə həsrətik deyir az qala izləyici. Çünki deyir ki, yağış yağır, məktəbə gedə bilmirik, yollarımız pis vəziyyətdədir. Yollarımızı çəkib göndərmişik, xahiş eləyirik ki, işıqlandırın. Murad Quliyev adlı izləyicimiz deyir. Salamün aleykum. 3 gündür məktəbə gedə bilmirəm. Yollarımız belədir. Zəhmət olmasa bura bağış keçirdin. Neçə günü məktəbə gedə bilmirik. Su durub yollarda da. Ona görə zəhmət olmasa baxa bilərsiniz. Cəlilabad rayon Günəşli kəndi şikayət eləyən Murad Quliyev. Salam aleykum, aleykuma salam, ay Murad. Çəkə bilərsiniz, işıqlandıra bilərsiniz. Biz çəkmədik ya, tam sən çəkdin, biz də buradan işıqlandırdıq. Ümid eləyirik ki, aidiyyatı qurumlar bir məktəblinin səsinə səs verəcək. Çünki məktəbli deyir ki, məktəbə gedə bilmirik, xahiş eləyirik, gəlin buranı çəkin, göstərin, aidiyyatı qurumlar da görsünlər. Aidiyyatı qurumlar görürlər. Adım qədər əminəm ki, bizi də izləyirlər. Əvvəl məsələn də 30% izləyirsə, hər gün bu faiz arta gedir. İnşallah ki, biz bu faizi 100-ə qaldıracağıq. Və bu problemi də Cəlilabad rayonunun Günəşli kəndindən Murad Quliyev etdi. Bir məktəbli şagird. Məktəbə getmək istəyir adam. Adam oxumaq istəyir. Adam elmə yiyələnmək istəyir, amma ki, bu yollar ona imkan vermir. Və Xudat rayonunun 3-cü şöbə qəsəbəsindən də bizim amma reklam fasiləmizdir. Redaktorum elə qulağımdakı səsi açmaq istəyir ki, bilirəm ki, reklam fasiləsidir. Reklamlara keçid alaq, dəyərli izləyicilərimiz. Reklamlardan sonra qayıdacağıq və qaynar xəttimizə gələn şikayətləri sizə təqdim edəcəm.
Davam edirik dəyərli izləyicilərimiz 077 379 07 47 qaynar xətt nömrəmizdir. Gördüyünüz, şahid olduğunuz hadisələrlə bağlı bizim qaynar xəttimizə foto və yaxud da ki video çəkib göndərə bilərsiniz. Eyni zamanda probleminiz varsa probleminizi bizə yönləndirin, üzərindən şərhini də verin. Biz buradan aidiyyatı qurumların diqqətinə çatdıraq. Xudat rayonu 3-cü şöbə qəsəbəsi. Qəsəbənin yolları bərbad vəziyyətdədir. Hələ də asfaltı yoxdur burada. Şəhid Əlibəyov Əlibəyin evinə gedən yolu çəkib sizə göndərirəm, deyir izləyicimiz. Baxaq. Salam, hər vaxtınız xeyir. Bu Xudat rayon 3-cü şöbə qəsəbəsidir. Orada bayraq asılıb və bayrağın yanında qapıdan çıxışdır. Qapıdan çıxış löhmə suyun içindədir. Zəhmət olmasa bunu da səsləndirin. Buna da bir çarə tapaq. Və bu yolun 1 kilometrə qədəri asfaltlanıb. Orada da bir şəhid var. Demək, o şəhid üçün yol asfaltlanıb. Amma gördüyünüz kimi bu yol hələ də belə löhmə suyun içində 2 kilometrə qədər ərazi hələ də bu vəziyyətdədir. Bu da kənddir, 3-cü şöbə qəsəbəsidir Xudat rayonunun. Neçə illərdir bu vəziyyətdə. Yayda bütün toz torpaq əlindən otura bilmirlər. Qışda da palçıq əlindən. Bax, bunların evində indi belə deyək də yaşayış bir maşını olan kəs yoxdur. Bax, bunlar, bu qocalar, bax, bu kişi bu yoldan o Xudata nətər getsin öz ehtiyaclarını yerinə yetirmək üçün. Bax, bu kişinin də həyat yoldaşı qoca bir qadındır. Bax, bunlar buradan nətər getsinlər, nətər gəlsinlər. Xahiş edirəm, bunu səsləndirin. Deməli, ərazi haraydı? Xudat rayonu 3-cü şöbə qəsəbəsi. Davam edirik. Cəllabad rayonunun Günelli kəndindən Hüseynov Çingiz qaynar xəttimizə müraciət edib. O da yol problemindən danışırdı. Yollarımız çox bərbad vəziyyətdədir və biz əziyyət çəkirik gedəndə də, gələndə də. Salam Səidə xanım. Sizi narahat edən sizin daimi izləyiciniz Cəllabad rayonunun Güneyli kənd sakini Hüseynov Çingiz Camaloğludur. Bizim kəndimizin sizdən xahişi budur ki, bizim bu yollarımızın bərbad gündə olmağını efirdə işıqlandırasınız. Kənd şəraitində bu cür yaşayan əhalimiz var. Onlara yardım etmək lazımdır. Köməkli etmək lazımdır. Qışın günündə bu kənddən bizim kəndimizə 6-7 kilometr yoldur. Nivalarla, uvazlarla uşaqları daşıyırıq ki, qonşu kəndə məktəbə. Hələ cüzi bir yolu çəkirəm, amma mən dayandığım yerdə çəkirəm ki, qoy ədalətli olsun. Yəni bu yollar gedəkdə biraz elə yerlər var ki, görsənmir. Amma mən bəzi yerləri tam olaraq çəkirəm ki, yəni elə yaxşı yerimiz beləncə yerlər daha. Elə bir bərbad vəziyyətdədir ki, yəni görsünüz, deyirsiniz ki, sizə əhsən ki, bu kənddə yaşayırsınız. Heç olmasa yeri, orqanları, bir maşınımıza bu yollara tökülməyib. Heç vaxt. İcra nümayəndəsi gəlib kəndə, görüşüb, sağ olsun. Yəni asfalt idarəsindən də gəliblər, işıq idarəsindən də, məktəb idarəsindən də, tibb idarəsindən də, qaz idarəsindən də, hansı idarənin nümayəndəsini qalxızıb, soruşub ki, bu kənddə bu işlər çatışmır. Hamısı birbaşa deyib ki, bizə plana düşməyib. Bu kənd plana düşməyib, bu kənd plana düşməyib. Adama gülməli gəlir, qaz idarəsi deyir plana düşməyib. Yol idarəsi deyir plana düşməyib. İşıq idarəsi deyir plana düşməyib. Nə bilim, tibb idarəsi deyir ki, planda yoxdur bu kənd. Və biz nə eləyək, hara köçüb gedək? Sizdən xahişim budur ki, bunu işıqlandırasınız. Qardaş, plana düşməyib də başladım. İndi mən plana düşməyən, plansız bir kənd haqqında nə deyim gözləyirsiniz? Təbii ki, bu bir zarafatdır. Amma belə şey yoxdur. Hansı qrupumun qapısını deyirsən, deyir ki, plana düşməyib. Deyirsən ki, biz nətər yaşayaq? O, Nail Kəmərli Space televiziyasının əməkdaşı. Nailin o çəkdiyi bir xanım var idi, zamanında müəllimə işləyən, deyir. Biz yaşamayaq.
Və biz adam deyilik. İndi onun kimi bunlar yaşamasınlar. Nətər olsun bunlar? Anladığım qədərilə Cəlilabad rayonunun icra başçısı Rafiq müəllimdir deyəsən, Cəlilabad rayon. Rafiq müəllim aidiyyatı qurumlardan soruşur da bu kəndin problemini filanlı. Çünki kənd sakinləri müraciət eləyirlər. O da soruşur. Məsələn də yolla bağlı müraciət olunursa, yola baxanı qaldırır da, onun rəhbərini qaldırır ki, nə problem var? Deyir, valla problem var, amma ki, planda yoxdur. Məsələ bağlandı, işıqla bağlı. Problem var, amma ki, kənd planda yoxdur. Su, problem var, kənd planda yoxdur, filan. Planda olmayan kəndlə bağlı da nə addım atılacaq ki? Gəlin, birinci arzu eləyək ki, Cəlilabad rayonunun bu Günelli kəndi idi, səhv eləmirəmsə, hə. Günelli kəndi əvvəl plana düşsün Çingiz müəllim. Plandan sonra adam planlı şəkildə müraciət edə bilir də. İndi planda olmayan kəndlə bağlı bilmirəm ki, necə müraciət edir. Amma bütün hallarda Cəlilabad rayon icra hakimiyyətinə də bizi izləyirlər və ümid eləyirik ki, bu izləyicinin problemini də aidiyyatı üzrə çatdıra bildik. Özüm də başa düşməm, problemi necə çatdırıramsa. Davam eləyirik. Xaçmaz rayonunun Canaxır kəndi. Canaxır kəndinin yolları da bərbad vəziyyətdədir və yollar bu vəziyyətdə olan kəndə lazım olanda təcili yardım da gəlmir, deyir izləyici. Bu videomuzu göstərin, işıqlandırın, aidiyyatı qurumların nəzərinə çatdırın, bəlkə görür, bir çarə etdilər Xaçmaz rayonu Canaxır kəndi. Salam, hörmətli Səidə xanım Bəkir qızı. Sizi bugün Xaçmaz rayon Canaxır kəndindən narahat edirik. Göründüyü kimi, Canaxır kənd ərazisi küçə yox, xəndək. Unudulmuş küçənin acınacaqlı vəziyyəti, illərni təmir gözləyən Canaxır kəndi. Yol o qədər bərbaddır ki, nə piyada, nə nəqliyyat keçə bilmir. Küçənin hər yerində dərin çalalar, palçıq və tullantılar gözə dəyir. Yağış yağandan sonra sanki bura balaca gölə çevrilir. Biz sakinlər illərlə təmir və diqqət gözləyirik. Təcili yardım və yanğın söndürən maşınlar bu vəziyyətdə kəndə daxil ola bilmir. Yolun asfaltlanmasına ehtiyac var. Küçənin asfalt örtüyü tamamilə sıradan çıxıb. Canaxır kənd sakinləri küçənin asfaltlanmasını tələb edirlər. Aidiyyatı qurumlardan təmir və diqqət gözləyirik. Bəzi müxbirlər var ki, o müxbirlərin material səsləndirməsindən daha yaxşı səsləndirdi çəkdiyi videonu bu izləyici. Çox təəssüf ki, adı yoxdur, amma həqiqətən də möhtəşəm kadr arxası mətn oxuya bilərsiniz. Bunu deyim, çox gözəl. Aidiyyatı qurumların diqqətinə elə çatdırdınız ki, elə ki, bir lay-lay çaldınız da, elə qəşəng, belə üzərindən belə yassı keçməklə bizim bu yolların təmirinə ehtiyac var. Aidiyyatı qurumlar görərlər. Biz çətin vəziyyətdə hərəkət eləyirik. Yatızdırma, qardaş. Biraz belə özümü oxşuyun. Biraz belə emosiya ilə deyir. 6000 pul alıblar, oynamaqlarına bax. İndi onun kimi problem kimi səsləndirir. Amma həqiqətən də çox möhtəşəm səsləndirdiniz o kadr arxası mətni. Deməli, Xaçmaz rayonu Canaxır kəndində idi problem. Ondan sonra necə? Ondan sonra isə Sabunçu rayonu Zabrat 2 qəsəbəsindən də şikayət var. Sizə bu videonu göndərən Əsədov Ramindir deyir. Səidə xanım, çox xahiş edir bunu işıqlandırın. Sabunçu rayonu Zabrat 2 qəsəbəsində istixana deyilən ərazidə Elxan Misirxanov adına olan 71 saylı tam orta məktəbdə yağış yağan kimi bu vəziyyət meydana gəlir. Şagirdlərin ayağı su ola məktəbə gedirlər. Bu vəziyyəti bizim adımızdan aidiyyatı qurumlara çatdıraq. Deməli, salam əleykim. Sizi narahat edən Əsədov Rasim Arifov oldu. Bu Sabunçu rayonu Zabrat 2 qəsəbəsi, Zabrat 2 qəsəbəsində istixana deyilən bir ərazidir. 71 saylı tam orta məktəbin qarşısıdır bura. Çox xahiş edirik, bəs buna nəsə bir kömək eləyərdiniz ki, bir gəlsinlər, buranı düzətsinlər də. Buranın köynə kanalizasiya xətti var, o da gedir gölə tökülür. Bax, bu dəqiqə şagirdlər məktəbə gedib gələ bilmir. İndi kimsə belə deyək də,
insaflı olan adam olanda götürür uşaqları aparırlar. Orada yama var. Ay aidiyyatı qurum, day bunu da görmədinsə, mənim heç sözüm yoxdur. Yəni, adamlara əməli başda qayıq lazımdır ki, qayığa minsinlər, o yolla hərəkət eləsinlər. Zabrat 2, Sabunçu rayonu Zabrat 2 qəsəbəsindən gedir söhbət. Deməli, bir neçə gün bu aramsız yağan yağışlardan sonra sosial şəbəkələrdə Bolt qayıq çıxdı. Hansı ki, qayıqdır, üzərinə də Bolt yazıblar. Mən də əməkdaşlara deyirəm ki, Bolt qayıq da istifadəyə buraxdı. Onlar da mən ki, ay Seyid xanım, nə qayıq? Deyirəm ki, görmürsünüz, Boltun qayığı var. Deyirlər ki, onu belə gülmək üçün eləyiblər ki, artıq bizə qayıq xidməti də lazımdır da. Mən elə bildim ki, həqiqətən bu paytaxt Bakının küçələrindəki, məsələn ki, bu Zabratdakı bu görüntünü görüləndən sonra artıq Bolt qərara gəlib ki, o qayıq da istifadəyə versin. Amma deyirlər ki, yox, yəni bu sadəcə sosial şəbəkələrdə, yəni qayıqla gəzməliyik görüntüsünü və o informasiyanı bizə verir. İndi bu küçədə də qayıqla gəzmək lazımdır. Aidiyyatı qurumlar böyük ehtimal ki, gördülər. Dəyərli izləyicilərimiz, çox şikayətimiz qaldı, amma ki, şikayəti bugünlük bu qədər saxlayırıq. Nəyə görə? Çünki bir neçə dəqiqədən sonra sağollaşmaq məcburiyyətindəyik. Amma sağollaşmadan öncə bir fotonu istəyirəm hamınıza təqdim edeyim. Əvvəlcə fotonu verək, sonra da deyəcəm niyə veririk. Deməli, gördüyünüz bu yaraşıqlı oğlan bizim əməkdaşımızdır. Səs rejissorumuzdur Azər. Azər Qasımzadənin bugün 31 yaşı tamam olur. Və səs rejissoru, yəni əlindəki gitaradan məlumdur da. Hər səhər, məsələn, Azərin növbəsi olanda işdə, studiyaya mən düşəndə görürəm ki, gözəl bir musiqinin səsi yayılıb aləmə. Həm də ki, bir ovqatımızı da qaldırır, gözəl musiqi seçimləri də var. Yəni, Azər bir gün işə gəlməsə, mən danışacağım, amma siz eşitməyəcəksiniz mən nə deyirəm. Çünki mikrofon olmayandan sonra, səs rejissoru o pultda səsi açmayandan sonra mən nə desəm də siz onu eşitməyəcəksiniz. Yəni uzun sözün qısası, Azərsiz bir günümüz olmasın. Səni təbrik eləyirəm, Azər. Uğurlar arzuluyuram sənə. İşində də, bilmirəm, bəlkə də bundan sonra həyatınla bağlı, özünlə bağlı daha geniş planlarım var. Hər zaman musiqi içərisində olasan, hər zaman gözəl insan ovqatını qaldıracaq insanların səsi ətrafında olasan və qulağın hər zaman gözəl sözlər eşitsin, gözəl səslər eşitsin. Təbrik eləyirəm səni, Allah ömrünü uzun eləsin və bugün ümumiyyətlə bizi izləyən tamaşaçılardan kimin adı günüdürsə, hamınızın adı gününü təbrik eləyirəm. Düzdür, mənə həmişə qəribə gəlir ki, insanlar bir yaşda qocalırsa, bir yaşda artırsa, niyə təbrik eləyirlər? Heç olmasa keçən il 30 idi, bu il 31 oldu. Niyə təbrik etsin? Gələn 32, o bir 33. Yəni yaş üstünə yaş gələ-gələ, amma ki, bu da bir adətdir də. Yaş artdıqca insanı təbrik edirlər. Bu təbrikin əsas mahiyyəti ondan ibarətdir ki, yəni bu yaşı da sən görə bildin. 31 yaşa da keçə bildin və yaxud da ki, kiminsə bugün 40 yaşıdırsa, 50 yaşıdırsa, hamısını təbrik eləyirəm. Allah sağlıqlı ömür versin. Bu həqiqətən də ən gözəl duadır və ən böyük arzudur. Və dəyərli izləyicilərimiz, sonda bu geyimimə görə mənim rəngimdə yaşıl rəng, sevdiyim rəng, özdəki gördüyünüz kimi biz belə şam ağacımızla biz kasıblarıq deyə bilərəm. Çünki bizim şam ağacımız balacadır. İndi bizim verilişdən sonra Tolikin efiri başlayacaq. Onun şam ağacı studiyaya dəyir. Təbii ki, zarafat eləyirəm. Sadəcə bizim verilişin formatı belə balaca bir şam ağacı tələb eləyirdi. Bunu Cəllabaddan idi, səhv eləmirəmsə o izləyicimdə. Bunu Binə ticarət mərkəzində mənə hədiyyə olaraq verib bir izləyicim. Təsadüfən onun
satış mağazasının yanından keçirdim. Ay Səidə xanım, gördüm kimsə çağırır mənə, çöndüm. Deyir, mən sizi göydə axtarırdım, sizi yerdə tapmışam. Deyirəm, qardaş, niyə axtarırdım mən? Deyir ki, mən sizə bir hədiyyə vermək istəyirdim, nə istəyirsiniz götürə bilərsiniz. Dedim, heç nə də. Yeni il gəlir, düzdür, bu mənə ötən hədiyyə vermişdi. Yəni, bugün də həmin bu əl işini də burada studiyamızda qoymuşuq. Yəni, yaşıl rəngdən danışdım deyə bir anlıq ona keçid verdim. Bu gözəl geyimimə görə mənimlə bərabər olan Moda Plus qadın geyimləri mağazasına sonsuz təşəkkürümü bildirəm. Zövqlü xanımlar, mütləq yolunuzu Moda Plus-dan salın. Orada həqiqətən də bir-birindən gözəl geyimlər var. Qış üçün özəl geyimlər var. Yolunuzu salın və ünvanı da qeyd edirik. Çox xahiş edirik. Moda Plus-un telefon nömrəsinə zəng edib şikayət etməyin. Çünki bizim qaynar xəttimiz üçündür şikayətlər. Orada da əməkdaşlar deyir ki, Səidə xanım, telefonumuz susmur. Şikayətlərini bura göndərlər ki, filan problemimiz var, filan problemimiz var. Çox xahiş edirəm. Görürsünüz, orada qeyd olunur ki, bu geyim mağazasının nömrəsidir. Geyim mağazasının nömrəsinə yox, bizim 077 379 07 47 nömrəmizə şikayətlərinizi yönləndirin. Belə dəyərli izləyicilərimiz, sizdən ayrılıram. Siz isə Space televiziyasından ayrılmayın. Çünki Tarix Əliyevin bugün o qədər möhtəşəm, muğamı bilən, musiqini bilən qonaqları olacaq. Bir-birindən gözəl ifaçılar və sənətkarlar bugün Tarix Əliyevin qonaqlarıdırlar. Ona görə də mütləq izləyin. Mən isə sizinlə sabah görüşəcəm. Təki qismət olsun.